Tamaşaçılar, realda qida verilişinin bugünkü buraxılışında biz energetik içkilərdən danışacağıq. Təbii ki, çalışacağıq ki, istehlakçıları maarifləndirək, bu sahədə yeni bilgilər verək. Mövzunu studiyanın qonağı ilə müzakirə edəcəyik. Məmnuniyyətlə onu sizə təqdim edirəm. Mənim qonağım Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin şöbə müdiri Vəfa xanım Ağayevadır. Salam edirəm sizə, xoş gəlmisiniz. Xoş gördük. Vəfa xanım, ilk sual bu olacaq ki, energetik içkilər ümumiyyətlə nədir? Düzdür, agentlik olaraq biz bu sahədə kifayət qədər maarifləndirmə işi aparmışıq, amma aparılan təhlillər, müşahidələr göstərir ki, bəzi istehlakçıların məlumatı yoxdur. Ona görə zəhmət olmasa siz məlumat verəsiniz, energetik içkilər nədir və bu içkilərin tərkibində insan sağlamlığı üçün hər hansı bir zərərli maddələr varmı? Enerji içkiləri tərkibində insan orqanizmində mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərən maddələrin olduğu alkoqolsuz içkilərdir. Bu maddələr məsələn kafein, taurin və bu tipdə digər maddələr var enerji içkilərinin tərkibində. Hansı ki bu maddələrin maksimum yol verilən miqdarları yerli norma və qaydalarla enerji içkilərinə dair yerli norma və qaydalara görə normallaşdırılmışdır, tənzimlənmişdir və bunların enerji içkilərinin istehsalı zamanı bu tənzimləmələrə ciddi şəkildə riayət olunmasına nəzarət olunur. Və bundan əlavə bildirmək istəyirəm ki, enerji içkilərinin yol verilən miqdardan artıq istifadə olunması artıq insan orqanizminə mənfi təsir göstərə bilər. Gün ərzində 500 ml-dən artıq enerji içkilərinin istehlakı insan orqanizminə artıq mənfi təsir göstərməyə başlaya bilər. Və bundan əlavə enerji içkilərinin tərkibində qeyd etdiyim sadalanan maddələrin ki, yol verilən maksimum miqdarları var. Onların da artıq o həddən artıq istifadəsi insan orqanizminə arzu olunmaz təsirlər göstərə bilər. Məsələn, kafeinin insan orqanizmində gün ərzində 400 mg-dan artıq istifadəsi artıq bir sıra mənfi sağlamlıq təsirlərinə yol verə bilər. Və artıq 1 qramdan artıq kafeinin gün ərzində istehlakı toksik təsirlər göstərməyə başlayır. Görürük, müşahidələr aparırıq, əksərən də cavanlar, hətta belə deyək də su əvəzinə bu tip içkiləri içirlər. Bax, ziyanları da nədir, zərərləri nədir, zəhmət olmasa bu barədə məlumatlar verirsiniz. Enerji içkilərin istehlakı zamanı insan orqanizmində mərkəzi sinir sistemi stimulyasiya eləyir və bu stimulyasiya zamanı yorğunluq hissi və yuxululuq hissi aradan qalxır insanda və bu zaman insanlar özlərini gümrah hiss eləyirlər və bu gümrahlıq hissi müvəqqətidir. Yəni, daimi bir enerji içkilərinin verdiyi daimi gümrahlıq hissi yoxdur. Yəni, qısa müddətli bir təsir göstərir. Bəli, qısa müddətli bir təsir vardır. Aha. Ümumiyyətlə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu içkilərlə bağlı hansı tənzimləmə tədbirləri həyata keçirilib? Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və insanların hüquqlarının müdafiəsi istiqamətində bir sıra fəaliyyətlər göstərir. Bunlardan biri də həyata keçirilən monitorinqlər və yoxlama nəzarət prosesləridir. Bu proseslər zəminində istehlak üçün təqdim olunan, yəni bazara təqdim olunan enerji içkilərinin doğrudan da enerji içkisi olub-olmadığı nəzarətə alınır və həmçinin də bəzən ticarət mərkəzlərində, ticarət şəbəkələrində görürük ki, enerji içkisi olmayan, energetik içki olmayan məhsullar energetik içkilərin vitrində eyni yerə qoyulur və energetik içki təəssüratı yaradır. Bəli, energetik içki təəssüratı yaradır. Əslində isə bunlar sərinləşdirici içkilərdir. Sərinləşdirici içkilərdirlər, bəli. Bunların qablaşdırılması zamanı bənzərlik yaradılır. Üzərində hansısa bir mesajlar verməklə istehlakçıları yönləndirilir. Əslində isə aparılan müşahidələr onu göstərir ki, bu içkilər energetik içkilər deyillər, sərinləşdirici içkilərdir. Bax, məhz elə bu məsələlərə görə istehlakçılar bu tip içkiləri alarkən etiket məlumatlarına nələrə diqqət yetirsinlər? Bəli. Energetik içkiləri əldə edərkən istehlakçılar əsasən onun üzərində enerji içkisi yazısı olub-olmadığına fikir verməlidirlər. Həmçinin energetik içkilərin qablaşdırılması zamanı etiket məlumatlarında müəyyən məlumatlar mütləq qeyd olunmalıdır. Məsələn, 18 yaşından aşağı uşaqların istehlakı üçün uyğun deyil qeyd olunmalıdır. Yaşlı şəxslərin, hamilə qadınların, süd verən qadınların və yaxud da ürək damarı, metabolik xəstəlikləri olan, böyrək çaşmazlığı olan xəstələrin istifadəsi üçün tövsiyə olunmur kimi yazıların olması məqsədə uyğundur. Həmçinin alkoqolla birlikdə qarışdırılaraq və yaxud da birlikdə istifadəsi yol verilməzdir kimi yazılar əlavə olunmalıdır etiket məlumatlarına və istehlakçılar da mütləq şəkildə bu tipdə məhsulları əldə edərkən bu məlumatlara, etiket məlumatlarında fikir verməlidirlər. Son olaraq istəyəcəyik ki, bir tövsiyələrinizi bir daha çatdırasınız. Həm bir həkim kimi, həm belə deyək də, valideyn kimi, xüsusilə gənclər
nələrə diqqət eləməlidirlər? Sırf insan həyat sağlamlığı baxımından. Bəli. Son zamanlar gənclər, xüsusən yeniyetmələr gənclər, xüsusən də bu isti aylarda energetik içkiləri adi sərinləşdirici içkilər kimi qəbul edirlər və bildirmək istəyirəm ki, energetik içkilərin tərkibindəki maddələr adi sərinləşdirici içkilərin tərkibindəki maddələrdən çox fərqlənir və onların həddən çox istifadəsi insan orqanizminə mənfi təsir göstərə bilər. Buna görə də bu məqamlara diqqət olunmalıdır, xüsusən də bu isti aylarda. Çox sağ olun, təşəkkür edirik. Studiyaya gəldi, sualları cavablandırdı. Çox sağ olun. Hörmətli tamaşaçılar, Realda Qida verilişinin bugünkü buraxılışında biz energetik içkilərdən danışırdıq. Mənim qonağım Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin şöbə müdiri Vəfa xanım Ağayeva idi.